İlk növbədə futbolçularımı təbrik eləmək istəyirəm. Olduqca vacib çıxal qazandıq, qələbə qazandıq. Oyunun təhlilinə gəldikdə birincisi bizim üçün daha rahat keçirdi. 2 top fərqli irəlidəydi, amma istər fasilədə, istər bütün həftə boyu Sumqayıt komandası haqqında məlumat verdikdə rəngarəng, özünə inamlı, baxımlı futbol oynayan bir komanda olduğunu xatırladırdıq. Bunda Vaqif Cavadın böyük rolu var. Maraqlı işlər görür. Oyunun içində, xüsusilə də hücum fazasında çox diqqət cəlb edən həmlələr eləyir. Buna baxmayaraq ikinci hissənin əvvəlində qol buraxdıq və o qoldan sonra komanda üzərində müəyyən bir stres yarandı. Və Sumqayıt daha böyük qüvvəli irəli getməyə başladı. Dəyişikliklər də onun yönündə idi ki, hesabı bərabərləşdirmək, hücum potensialını gücləndirdilər. Biz də əksinə məcburiyyətdən artıq son dəqiqələr idi, son 15-20 dəqiqə daha çox müdafiə meyilli dəyişikliklər elirdik və rəqibin üzərinə gəlib və müdafiədəki o yaranan boşluqlardan istifadə edib əks hücumda yaxalamaq istirdik. O dəqiqələrdə rəqibin də çox saylı hücumları var idi. Rəqib də hesabı bərabərləşdirə bilərdi. Şükürlər olsun ki, biz fərqləndik, biz 3-cü qolu vurduq, qələbə qazandıq. Futbolçularımı təbrik edirəm, Sumqayıt komandasının uğurlar arzulayıram. Sual var. Çox sağ olun. Qalib gəlsəydiniz, gəlməsəydiniz Qarabağ çempionatında. Fərq tutamayan hissənin aldı, yəni ki, bu məqam motivasiyanı qədər artırır, sistəmin olsun ki, sizin xalqınızdan sonra. Xeyr, açığı barədə heç düşünmürdü. Çünki aydın məsələdir, Qarabağ çempiondur. Onu formalaşdırmaq qalır və biz hal-hazırda yalnız və yalnız özümüzü düşünürük. Avrokuboka düşmək, imkan dərəcəsində yüksək yerlər orada yarışmaq, mübarizə aparmaq, yüksək yer tutmaq. Hal-hazırda yalnız və yalnız bunu düşünürük. Heç oyun gedə-gedən vaxtda düşünmürdüm. Hətta biz ikinci qolu buraxsaydıq da açıq, yəni futbolçularımı o qədər də qəzəblənməyəcəkdim. Stresli perioddur. Artıq son turlara yaxınlaşdıqca komandanın üzərində müəyyən stres olacaq. Kim o stresi daha yaxşı idarə edəcəksə, düşünürəm ki, o komanda daha uğurlu olacaq. Kocaeli Spor müəyyən xəbərdə Superliqa vəsətini rəsmiləşdirdi. O 16 il qabaq son dəfə çıxışlarında siz görmədiniz. Çox sevindim. O komanda yüksək liqada oynamağa layiqdir. O şəhər, o azarkeşlər, o camiyə. Çox sevindim. Azarkeşlər adına xüsusilə çox sevindim. Şəhər adına möhtəşəm stadion tikilib orada yeni. Yəni bir neçə klub var ki, Bursa Spordur, Kocaeli Spordur. Bu tip komandalar yüksək liqada oynamağa layiqdirlər və çox sevinirəm ki, Kocaeli Spor yüksək liqaya yüksəldi və çox yaxından izləyəcəm onları, azarkeşdə eləyəcəm onları. Əsər oldu. Mən də qazanmışım, təbrik edirəm. Çox sağ olun. Ötən həftə Neftçilə oyunda futbolçusu Stefan Lakaya qarşı rəqib azarkeşlər tərəfindən itkili oldu. Bu günlərdə vaxtı tribünadan izləyir. Onun hal-hazırda psixoloji, fiziki durumu nə yerdədir? O epizod haqqında məndə hər hansı bir məlumat yoxdur. Afganistan konkursda həmin məsələ ilə bağlı cəzalandırılmışdır. Neftçi klubuna. Mən bilmirəm, mən açıq məlumatım yoxdur bu barədə. Biz onu Zədə ilə bağlı dəyişmək istirdik. Davam eləmək istədi, davam elədi, Zədəsini biraz da pisləşdirdi. Artıq 2-3 həftə oyunlarda iştirak eləməyəcək, amma ikinci hissədə göstərdiyi oyun, performans yəni dəyərdi zədələnməyə. Çünki olduqca çox vacib qələbə oldu, 3 xal qazandıq. O dediyiniz məqamlar haqqında məlumatım var. Ümumiyyətlə münasibətiniz necədir ki, belə bir prosesin baş verməsi, ondan sonra Afganın Neftçi komandası cəzalandırmaq, futbolçu oldu, yəni özü necə hiss edir, psixoloji durumu nə yerdədir? Əvvəlki həftələrdə məsələn fərq var, Akkada dəyişiklik oldu. Xeyr, bir şey yoxdur. Akka yəni çox gözəl qəlbli, çox gözəl xarakterli bir insandır. Mən açığı eşitməmişəm onu. Mən epizod bəlkə də olmayıb, bəlkə də elə dəqiq, yəni mən şüarı eşitməmişəm axı ilk şüarı. Mən Zədələnən momentdə tribünadan 2 nəfər mən yəni şüar olsaydı, gəlsə biz eşitsəydik, görsəydik, bəlkə şərh eləmək olardı, amma inşallah ki, fikirləşəm elə şey olmayıb, bəlkə də kiməsə elə gəlib və yaxud nəsə bir nəfər bəlkə kimsə deyib, bilmirik də, indi onu sırf bütün neftçi azarkeşlərinə bağlamaq da doğru deyil. O yüzden de bilmirəm. İlvarlı. Özünüzə təbrik edirəm qələbə münasibətində. Bəlkə indirim mövzusu deyil, amma mənim çox maraqlıdır. Bu Premier Legioner limiti yeni mövsüm tətbiq olunmayacaq. Bu Zirənin heyət baxımından hazırki yerli, bəzi yerlilər var ki, sanki kənardan belə görsənir, komanda sizə hər gün sizsiniz.
Yəni legionerlərə sanki uduzurlar rəqabət. Ümumiyyətlə legioner limitinin tətbiq olunmaması, yeni mövsüm zirənin yerlilərlə bağlı planlarını dəyişdirir, məsələn, müqavilə müddətinin artırılması. Yox, müqavilə müddətinin artırılması, uzadılması, komandanın o dəyişmir. Amma dediyimiz kimi rəqabət olacaq və güclü olan oynayacaq. Biz Avrokubokda Dakla səfər oyununda 5 dənə yerini oynamışıq. Orada limit yox idi. Və o yüzden də futbolçuların özündən asılıdır. Rəqabəti kim güclü olacaqsa o da oynayacaq. Yerli, legioner artıq növbəti ildən limit ləğv olunur, amma heyətimizdə yerlilərimiz olacaq və bizə dəyərli yerlərimiz çoxdur. Və bəzilərinə müqaviləmiz var, bəzilərini uzadacaq müqaviləni. Bu şəkildə. Əsər Limitdən sonra düşmüş. Yəni, bu əvvəl deyilmiş 8 il olacaq, sonra ümumiyyətlə deyərlər. Ona uyğun da klublar olaraq da müqavilə bağlamış futbolçulardan. Bu nə dərəcədə etikdir, nə dərəcədə düzgündür ki, müqaviləni hesablı qədər bağlayırlar, sonradan ləğv edirlər. Bu məsələ olub, biraz artıq üstündən 2-3 ay keçib və hamımız da şərh vermişik. Yenidən bu haqda danışmaq düşünürəm ki, nəyisə dəyişməyəcək. Fikrimizdə, mövqeyimizdə bildirmişik. Bizə artıq bundan sonra qalır həmin limitə adaptasiya olmaq. Bir də əlavə edeyim, müqavilə müddəti futbolçular var yayda. Onlarla bağlı hansılarla danışıqlar gedir, nə qədər Danışıq apardıqlarımız var, danışacağımız futbolçular var, amma çox futbolçular bizdən davam edəcək.